Bu Afreyim evdə. Bir günlük pulsuz qalmaq istəyirsinizsə, postu sonradan izləyin. Bugün Qubanın ən gözəl, Ən zövqlə dizayn edilmiş evlərindən birini göstərəcəyik. Evimiz ümumilikdə 5 yataq otağından ibarətdir və bir studiya mətbəxdən ibarətdir. Mətbəxdə hər bir təchizatla təmin olunur. xanımların əsas yeri. Mikrovalnovka, xaladenik, soyuducu, paltaryan maşını. Evimiz 2 sanuzeldən ibarətdir. Birinci mərtəbədə sanuzel mövcuddur, ikinci mərtəbədə sanuzel mövcuddur. Əsas qiymətlərdir. Biz sizə qiymətləri bildirəcəyik, sonra deyəsiniz, mən gələn həftə bu evə mütləq qonaq olmalıyam. Evimizin birinci mərtəbəsində 2 yataq otağı mövcuddur. Bir dənə yaxınlaşın, baxın bir dənə yataq otağının Mənzərəsinə bir dənə baxın, görün necə dağların qoynuna açılır. İkinci yataq otağımız yenə də tam təchizatlı, toz soğandan tutmuş dolablar, əlavə rasladuşka. Evimizin ikinci mərtəbəsində isə 3 yataq otağı mövcuddur və hər otaqlarda kondisionerlər də mövcuddur. Burada da 3 nəfərlik yataq otağımız mövcuddur. 2 nəfərlik yata bilər. gecələmə mümkündür. Bəli. Bu otaqda isə 3 nəfər ümumilikdə yata gecələyə bilər və belə bir Balkonumuza çıxış var, gəl. balkonumuz da mövcuddur ki, hər iki tərəfi çox mənzərəlidir. Çox sərindir terasımızda. Bu gözəl terasda və dağ havasında yaxınlarınız və qohumlarınızla istirahətin əsl keyfini çıxarda biləcəksiniz. Və Ümid hara gəldi? Ən gözəl, ən maraqlı nöqtəsinə. ən maraqlı nöqtəsinə. Ki, bu evin basenisi yoxdur. Yoxdur, təbii ki var. Yoxdur ki. Belə bir kiçik basenimizdə mövcuddur ki, baseninin suyu hər zaman mənfi dərəcədə olur. Yəni soyuq basen olur. Burada çimib istirahət edib çöldə günəşlənə bilərsiniz. Təklifimiz nədir səncə? Təklifimiz ondan ibarətdir ki, bu postun alt hissəsinə 3 postunu kimlə ki bura gəlmək istəyib, burada dincəlmək istəyirsinizsə, 3 dostunuzu taq edirsiniz, videonu bəyənirsiniz və şərh yazırsınız. İzləyicilərin arasından bir nəfəri seçib, bir günlük bu evi tam olaraq pulsuz həmin izləyicimizə hədiyyə edəcəyik. Gəlin, sizə yaradılmış bu gözəl şəraitdən istifadə edin. İnanın ki, doğmalarınız və yaxınlarınızla bu evdə keçəcəyiniz hər bir gün sizlər üçün unudulmaz bir xatirələr. Və biz də nə edirik indi? Kameranı söndürüb başlayırıq istirahətimizə. Başlayaq.